Choose the correct variant. Doğru variantı seçin. The doctor with her assistant checks the patients every morning. Biz burada mübtəda xəbər uzlaşmasına diqqət etməliyik və sözünlü ifadə varsa, təbii ki, sözünlü ifadədən əvvəlki olan isim bizim mübtədamızdır. Və mübtəda the doctor tək olduğu üçün xəbərimiz təkdə olmalıdır. Checks müayinə etmək, yoxlamaq feilimiz də təkdə verilmişdir. Demək ki, birinci cümləmiz doğrudur. İkinci cümləmizdə one of the students submit his assignment late. One of-un xəbəri tək olmalıdır, ancaq submit feilimiz cəmdədir. Yəni s qəbul etməlidir ki, tək olsun. Ona görə ikinci cümləmiz yanlışdır. Və üçüncü cümlədə the mayor have visited the new construction site. Mayor sözü təkdə olduğuna görə, yəni ki, burada mayor mənasında istifadə olunur. Tək olduğu üçün biz has visited ifadəsini istifadə etməliydik ki, buna əsasən cümlə yanlışdır. Və dördüncü cümləmizdə the children who were playing outside got wet in the rain. Bizim mübtədamız children'dır, çünki həm yağışda islanan, həm də çöldə oynayan uşaqlardır. Və cəm olduğu üçün biz xəbərləri cəmdə təqdim etməliyik. Who-dan sonra gələn xəbərimiz were playing cəmdə verilmişdir, doğrudur. Got isə keçmiş sadə zamandadır və keçmiş sadə zamanda olduğu müddətcə feilimiz tək və ya cəm mübtəda fərqi olmadan uzlaşmış olur. Qeyd etdiyimiz uzlaşmalara əsasən dördüncü cümlə doğrudur. 1-4 ümumi cavabımız C variantıdır.